bundan sonra mənim adımı onu ilə hallandırsanız, mən hamını məhkəməyə verəcəyəm. Bax, televiziyalara deyirəm, bütün jurnalistlərə deyirəm. O üzr istəyirəm, bəzilər o üzr istəyirəm ifadəmə görə, o leş qarqası olur, o biri gözləyir ki, yıxılsın özü, başlasın onu digməyə. İnsanların bədbəxtçiliyindən öz-özdə reyting qazanmıyor. Bu ağlın axırı yaxşı olmayacaq, faciə olacaq. Bu bizim qəsdimizə durur. Bu uşaqlarına rəhm eləmirsə bizə rəhm eləyəcək. Anasına rəhm eləməyən, qardaşına rəhm eləməyən, atasına rəhm eləməyən. O gün qardaşı deyir ki, deyirəm, axı bu ata buna bir söz demir. Deyir, atanı deyir, saymır, deyir, rədd ol buradan deyir atasına. Atasının maşınını satıb qaçlayıb. Yazıq atası kəsib adam deyib, bir dənə maşını var, o da satıb qaçlayıb. Ata bacarmır bundan, qardaş bacarmır, bütün nəsil bundan bacarmır. Mən bacaracağım. Gəlməkəni xanbiri istəyir ki, hal-hazırda bu verilişdə son qoyub Mətəli xanımın adı Bu adam heç kimi eşitmir, heç kimi eşitmir. Belə əgər dəlidirsə, aparın gördüm həkimə aparın bunu, psixoloqa aparın. Dəlidirsə, aparın müalicə eləyin, cinayətlərsə, bunu tutun bunu da, qurban olun sən, zübut eləyin. Bu tək deyil, bunun arxasında adamlar var, bunun havadarları var. Nə istəyirlər məndən? Mən neyin